mısın? Bəzi burada da bəzilərinə deyirəm ki, ayaq ol. Yazıqsınız, heç olmasa indi bu şəhid ailəsinin qapınızı bağlamayın. Bilirsiniz, o qapını açan gəlir. Gələndə nə cavab verəcək? Allah onları da bilirsən nədir, yoluna qaytarsın ki, yazıqdır, onların da balası var. Balaları qalmasın şəhərlər. Müəllim, sentyabrın 27-si Samir maşına minib döyüşə gedəndə bana dedi ki, mama nə qarsa dedi 5 nə var. Dedim mama, müharibə olsa qaçma. Yaba götür əlbə. Dedim Samir, müharibədir. Dedi yox mama. Aha, birdən qaçıb eləyərsin. Deyir, cəmaat qaçır, cəmaat gedir, nə bilim. Elə-belə sözlər dedi. Dedim Samir, qaçmaram, niyə qaçıram ki? Sən düşmənin qarşısından qaçdın, mən də qaçmaram. Mən oğlumdan fəxr edirəm, mən oğlumdan qürur duyuram ki, belə bir oğlum var, belə bir oğul böyütmüşəm. Vətən üçün, torpağı üçün canımdan keçdi. Qaçıb gizlənən oğul olmadı ki, bugünkü gündə də onun anası kimisə qarşısına qaçar. Əlbəttə, mənim başımı dik tutan, başımı uca eləyən, mənim oğlum Samirdir, özü də kəşfiyyatçıydı. Elə bir oğlun anasıyam. Ana da gərək övladının adını qoruya, adını gözləyə, adı ilə fəxr eləyə, var, dövlət, pul, hamısı boş şeydir. Əsas mənim üçün önəmli mənim balamdır. Çox sağ olsun prezidentimizə, dəyər verir, hər şeyi görür. İnşallah bir gündə mən prezidentimlə görüşərəm. İnşallah. Sağ olun. 2-3 adamdan şikayətim var. Mən şikayətimi onun özünə deyərəm. O şəraitdə inşallah. O şəraiti mənə yaratmaqda prezidentimə xahiş edirəm. Sizə söz verirəm, yenə deyirəm. Onun bir qəzetində, Xalq və Qanun qəzetinin bir baş redaktorudur. Sizə söz verirəm, o şəraiti yaradacağıq. İnşallah. Bilirsiniz yəni, vaxtı olacaq. Ağdamda bu tezliklə gələndə ona nail olacaq. İnşallah. Sənin nə sözün varsa, o həmişə bizə deyir. Ona deyərsən, sən bizim başımızın, bütün şəhid ailələri, başımızın tacısınız. Bizim borcumuz odur ki, o tacı qorumaq, o balalarımızın adı bizim üçün bir ədəbi ant yerimizdir. Nə qədər Azərbaycan xalqı var, nə qədər dünya Azərbaycanlıları var, onlar bizim ant yerimizdir, onlar bizim, necə deyim, o görünməyən bir zəfəri verir bizə. Görünməyən, dünya miqyasında. 30 il getmədiyimiz torpaqlara gün alın açıb gedirik. Kərkicahanda o açılışda baxdım, nə qədər sevindim. Ağdamda çəkilişlər oldu, danışdı. El onun yerişi, onun duruşu düşmənə bəs.